Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində türmənin arxa tərəflərində değerli dostlarımız asfalt yoldan 10 metr məsafədə 5 sotda neçə otaqlı yuxarıda? 3 tane yatak otağı. Aha. Yatak otağı. 5 otaqlı evdir değerli izləyicilərimiz. Həyətimiz bağlı bağçalıdır. 5 sotdadır. Sənətimiz arxiv sənətdir. Qubçaya gedən, qubçaya yararlı sənətdir. Hal-hazırda evimizin bağı ilə sizinlə tanış edirəm. Değerli izləyicilərimiz, evimizin öz artisan suyu var. Yani 24 saat suyu var. Dövlət suyu, şirin suyu yani. Tam 10 metrliğinden keçir. Ev yəsi tərəfindən çəkilməyib, amma kim alsa, kim istəsə öz üçün suyu çəkə bilər, dövlət suyunu. Qiymət videomuzun sonunda deyəcəm değerli dostlarımız. İnşallah sizden xahişim videonu sonacan izleyin. Həyətimizdəki ayaq yolusudur değerli dostlar. Evimiz yaşayışlı evdir. Hal-hazırda yaşayış var. Çəkdəyim. Bu hissədə pisetkası var. O pisetkanı göstərməyəcəm. Burada da bizim belə bir qəşəng bağ-bağçamız var değerli dostlarımız. Gördüğünüz kimi evin ətrafına da fırlanmaq olur. Evimiz özünə məxsus yaşayışlı evdir. Bağlı, bağçalı, həyət evidir. Qiyməti də münasib qiymətə deyilir. Keçir indi inşallah evin içi ilə də tanış edeyim sizi. İnşallah. Ətraf yaşayışdır. Evimizin bu alt garaj hissəsidir değerli dostlar. Amma hal-hazırda belə deyim də ambar kimi istifadə edirlər. Keçən indi evin özü ilə tanış edeyim size. Değerli dostlar, daxil olduq evin içərisinə. Belə bir qonaq otağımızdır, qəşəng, geniş. Buradan yuxarıya piləkənə qalxmaq. Mətbəximiz də dostlar genişdir. Bura bizim mətbəximizdir. Qəşəng, genişdir. Burada bizim koridora girişdir. Koridordan da hamam ve ayak yolusu değerli dostlar. Ve burada da böyle bir kapımız var. Qalxağın evin üstüyle de tanış edeyim yukarı mərtəbəsinə. Değerli izləyicilərimiz, yukarı qalxdığımızda böyle bir geniş zalımızdır. Qəşəng. Çok qəşəng geniş zaldır. Əlavə olaraq burada bir yataq otağıdır. Ve ikinci yataq otağıdır. Burada üçüncü yataq otağıdır. Evimizin otaqları qəşəng genişdir. Değerli izləyicilərimiz, evimizin qiyməti 102 min manata. İnşallah gəldinizdə yenə də cüzi indirim olunacaq. Allahla satanda xeyir versiniz. Sağ olun, var olun.